Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Çox güman ki, dünyanı yeni bir pandemiya gözləyir. Ona görə də diqqətiniz bizdə olsun ki, tədbirli olasınız. Səhiyyə Nazirliyinin rəsmi saytında ölkənin baş infeksionisti vaksinalar haqqında danışıb. Görəsən, bunun növbəti xəbərimizlə bir əlaqəsi varmı? Növbəti xəbər nə olacaq bilmək üçün isə bu xəbərdən sonra yenidən studiyada görüşək. Peyvənd kimlərə vacibdir? Payız qış aylarında tənəffüs yolu infeksiyaları, xüsusilə qrip və kəskin respirator virus infeksiyaları daha çox yayılır. Bu haqda Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim infeksionist Təyyar Eyvazov danışıb. O bildirib ki, bu dövrdə ən çox yayılan viruslar qrip, rinovirus, adenovirus, paraqrip və respirator sinsitial viruslardır. Qrip adi soyuq dəymədən fərqli olaraq daha ağır olur və ciddi fəsadlar yarada bilər. Mütəxəssisin sözlərinə görə qrip peyvəndi 6 aylıq yaşdan yuxarı bütün şəxslərə tövsiyə olunur. Lakin birinci növbədə risk qrupuna daxil olan yaşlılar, xroniki xəstəlikləri olanlar, hamilə qadınlar, tibb və təhsil işçiləri peyvənd olunmalıdır. Peyvənd yalnız sağlam insanlara vurulmalıdır. Xəstəlik əlamətləri olduqda vaksinasiyanı təxirə salmaq lazımdır. Təyyar Eyvazov qeyd edir ki, peyvənddən sonra immunitet 6-12 ay davam edir və qoruyucu təsir 2-3 həftə ərzində formalaşır. Viruslar hər il dəyişdiyi üçün qrip peyvəndi hər mövsüm yenilənməlidir. Vaksin digər peyvəndlərlə eyni vaxtda fərqli nahiyələrə vurula bilər. Qrip peyvəndi digər respirator viruslara qarşı birbaşa təsir göstərməsə də, ümumi immun sistemi gücləndirərək xəstəliklərin yüngül keçməsinə kömək eləyir. Peyvənd olunmaqla həm özünüzü, həm də ətrafınızdakıları qorumuş olursunuz. Türkiyəli professor deyib ki, COVID-19 hələ jurnalı idi. Dünyanı çox daha ağır pandemiya və viruslar gözləyir. İndi isə bu viruslardan qorunmaq üçün hələlik əllərimizi gündə bir neçə dəfə yaxşı yumaq kifayətdir. Başqa əlimizdən bir şey gəlmir. Amma maraqlısı bilirsiniz nədir? Ötən həftə sizə belə bir xəbər vermişdik ki, Ümumdünya Səhiyyə Təşkilatı yeni bir təlimat yayıb. Təlimatda ölkələr, dövlətlər məhz ağır virusların yayıldığı zaman pandemiyalar dövründə necə davranmalıdır? Bu sualın cavabı var və bir neçə tövsiyə xarakterli təlimatlar mövcuddur. Bunlar necə üst-üstə gəlir? Üstəlik Səhiyyə Nazirliyinin rəsmi saytında baş infeksionistimizdə vaksinləri vaxtında vurdurmağın həddindən artıq vacib olduğunu qeyd eləyir. Bütün bunları üst-üstə yığsaq, məncə biraz düşünməyə dəyər, amma hər ehtimala siz yenə də əllərinizi əvvəlkindən 2 dəfə daha çox yumağa başlayın. Yeni pandemiya xəbərdarlığı. Türkiyəli alim professor Oytun Ərbaş bildirib ki, COVID-19 sadəcə sınaq idi. Qarşıda daha güclü və təhlükəli xəstəliklər var. Onun sözlərinə görə qrip və tənəffüs yollarına təsir edən digər virusların birləşməsi yeni xəstəliklərin yaranmasına səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə bu il çikungunya virusu 40 ölkədə yarım milyona yaxın insana yoluxub və 100-dən çox insan həyatını itirib. Mütəxəssislər bildirirlər ki, quş qripi adlanan virus insandan insana keçmək üçün yalnız bir genetik dəyişiklik uzaqlığındadır. Alimlər xəbərdarlıq edir ki, vəhşi heyvanların satıldığı bazarlar və qeyri-qanuni heyvan ticarəti növbəti qlobal xəstəlik dalğasının yaranmasına şərait yaradır. Oytun Ərbaşın fikirləri ilə yanaşı beynəlxalq tədqiqatlar da yaxın gələcəkdə yeni pandemiyaların yaranma riskinin artırdığını təsdiqləyir. Xəbər verdiyimiz kimi ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı üzv ölkələrə yeni sağlamlıq təhlükəsizliyi təlimatı göndərib. Təlimatda laboratoriya nəzarətinin gücləndirilməsi, virusların genetik izlənməsi və heyvandan insana keçən xəstəliklərin qarşısının alması vacib sayılır. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, bu tədbirlər vaxtında görülməzsə, növbəti pandemiya daha sürətlə yayıla bilər. Balaca boyu var, dam dolusu toyu var. Kiçik pomidorlar Avropaya inanılmaz dərəcədə bir virus yayır. Virusun sudan tərəvəzə, oradan da insanlara keçməyi ilə bağlı məlumatlar yayılıb. Təsəvvür edin ki, bir neçə ölkədə 150-dən çox insan salmonella xəstəliyinə tutulub.
Pomidora görə 510 nəfər zəhərləndi. Avropada son 2 il ərzində yüzlərlə insan salmonelloz adlı qida zəhərlənməsinə yoluxub. Avropa Xəstəliklərin Qarşısının Alması və Nəzarət Mərkəzi bildirib ki, bu yoluxmalara əsas səbəb Aralıq dənizinin Sitsiliya adlandırılan gətirilən çeri pomidorları göstərilir. Araşdırmalar nəticəsində məlum olub ki, bu bakteriya növü pomidorların becərilməsi zamanı istifadə olunan su nümunələrində aşkarlanıb. Bu fakt məhsulun ətraf mühit vasitəsilə çirkləndiyini təsdiqləyib. Avropa Xəstəliklərin Qarşısının Alması və Nəzarət Mərkəzinin məlumatına görə 2023-cü ilin sentyabrından bəri Avropanın 18 ölkəsində 510 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Ən çox yoluxma İtaliyada 123 nəfər, Almaniyada 113 nəfər, Avstriyada 76 nəfər, Böyük Britaniyada 73 nəfər və Fransada 43 nəfər müşahidə olunub. Digər 13 ölkədə isə az sayda yoluxma halları bildirilib. Epidemiyanın təsiri Avropanın kənarına da çıxıb. Amerika Birləşmiş Ştatında 24, Kanadada isə 10 yoluxma hadisəsi müəyyən edilib. Salmonella bakteriyası insanlarda mədə ağrısı, ishal və qızdırma ilə müşayiət olunan ciddi qida zəhərlənməsi növüdür. Mütəxəssislər bildirib ki, bu hadisə Sitsiliya pomidorları ilə bağlı ilk hal deyil. 2011-ci ildə Danimarkada da oxşar yoluxma baş verib. Xəyanətin instinktlə heç bir əlaqəsi yoxdur. Bu, özünü idarə edə bilməmək və psixi xəstəlikdir. Bu mənim sözlərim deyil, illərlə müşahidə və araşdırma aparan alimlərin sözüdür. Yəni, əgər kişilər deyirlərsə, biz belə yaranmışıq, təbiət bizi xəyanətə meyil edib, xeyr, bu əsla belə deyil. Sən demə, özünü idarə eləyə bilməyən, psixi pozuntuları olan kişilər xəyanət eləyir. İndi buna baxan kişilər yəqin ki, qəzəblənəcək, amma ruhunuzun xəstə olduğunu qəbul eləmək çətin olmasın. Çünki insan sevdiyi adama başqa nə üçün xəyanət eləsin ki, əgər ağlı başında və ruhu yerindədirsə? Kişi xəyanət edirsə, psixi xəstədir. İsveçrənin Cenevra Psixi Sağlamlıq İnstitutundan doktor Hans Müller 20 il davam edən və 12.000 kişi üzərində aparılan tədqiqatın nəticələrini açıqlayıb. Alimin sözlərinə görə xəyanət edən kişilərin 89%-də müxtəlif psixoloji pozuntular aşkarlanıb. O bildirib ki, sadiq kişilər daha inkişaf etmiş beyin quruluşuna, yüksək gəlir səviyyəsinə və sağlam övladlara malikdir. Müller hesab edir ki, xəyanət kişi təbiəti ilə deyil, emosional nəzarət çatışmazlığı və yetkinlik səviyyəsi ilə bağlıdır. Onun fikrincə, sağlam psixikaya sahib olan kişi impulslarını idarə edə bilir və partnyoruna sədaqətli qalmaqda çətinlik çəkmir. Tədqiqat göstərib ki, terapiyadan sonra xəyanət edənlərin 73%-də vəziyyət yaxşılaşıb. Bu da psixoloji müdaxilələrin effektivliyini sübut eləyir. Mütəxəssis yekun olaraq bildirib ki, xəyanət instinktə yenilmək deyil, özünə nəzarətin və məsuliyyətin çatışmazlığıdır. Elə bilirsiniz ki, qocaldıqca ağıl azalır, sən demə belə deyilmiş. Əslində ağlın pik nöqtəsi 50 yaşından sonraymış. Amma heyif ki, ömrü qısa olur, çünki 60-dan sonra ağıl həqiqətən də azalmağa başlayır. Bu proses ümumilikdə necə gedir? Alimlər bunu araşdırma ilə tapıblar və bizə də izah ediblər. Baxaq. Beynin qızıl dövrü 55-60 yaş arasındadır. Avstraliyanın Qərbi Avstriya Universitetinin alimləri müəyyən ediblər ki, insanın zehni qabiliyyətləri 55-60 yaş arasında zirvəyə çatır. Araşdırma Intelligence jurnalında dərc olunub. Professor Jill Ginyakın rəhbərlik etdiyi qrupun 16 əsas psixoloji göstəricisini təhlil edib. Onlara yaddaş, məntiq, emosional sabitlik, ünsiyyət və açıq fikirlilik kimi xüsusiyyətlər daxildir. Mövcud məlumat bazaları arasında aparılan təhlil göstərib ki, zehni aktivlik 55-60 yaş aralığında ən yüksək səviyyədə olub və yalnız 65 yaşdan sonra tədricən azalır. Tədqiqatçılar qeyd edirlər ki, bəzi xüsusiyyətlər daha gec yaşlarda da inkişaf edir. Məsuliyyətlilik 65 yaşda, emosional sabitlik isə 75 yaşda zirvəyə çatır. Professor bildirib ki, yaş artdıqca bəzi qabiliyyətlər zəifləsə də, digərləri güclənir və bu daha obyektiv qərar verməyə imkan yaradır. Oxşar nəticələr Almaniyanın Heidelberg Universitetində aparılıb və Nature Human Behavior jurnalında dərc olunan tədqiqatda da təsdiqlənib. Həmin araşdırmaya görə düşünmə və reaksiya sürəti yalnız 60 yaşdan sonra azalır. Otaq zil qaranlıq deyilsə, yuxunuzun heç bir dəyəri qalmır.
Alimlərin daha bir araşdırmasını diqqətinizə çatdırırıq. Sən demə, otaqda süni işıq yanırsa, lampa və yaxud da pəncərədən süni işıq düşürsə, o zaman yuxunuzun heç bir keyfiyyəti qalmır və bu hətta infarktda belə səbəb olur. Çünki bədən heç cür dincəlmir. Kişi xəyanət edirsə, psixi xəstədir. İsveçrənin Cenevra Psixi Sağlamlıq İnstitutundan doktor Hans Müller 20 il davam edən və 12 min kişi üzərində aparılan tədqiqatın nəticələrini açıqlayıb. Alimin sözlərinə görə xəyanət edən kişilərin 89%-də müxtəlif psixoloji pozuntular aşkarlanıb. O bildirib ki, sadiq kişilər daha inkişaf etmiş beyin quruluşuna, yüksək gəlir səviyyəsinə və sağlam övladlara malikdir. Müller hesab edir ki, xəyanət kişi təbiəti ilə deyil, emosional nəzarət çatışmazlığı və yetkinlik səviyyəsi ilə bağlıdır. Onun fikrincə, sağlam psixikaya sahib olan kişi impulslarını idarə edə bilir və partnyoruna sədaqətli qalmaqda çətinlik çəkmir. Tədqiqat göstərib ki, terapiyadan sonra xəyanət edənlərin 73%-də vəziyyət yaxşılaşıb. Bu da psixoloji müdaxilələrin effektivliyini sübut eləyir. Mütəxəssis yekun olaraq bildirib ki, xəyanət instinktə yenilmək deyil, özünə nəzarətin və məsuliyyətin çatışmazlığıdır. Bugünə olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.